İkinci mərtəbəsi qanunsuz tikildiyi əsas gətirilərək bağlanan Padşah restoranı yenidən fəaliyyətə başlayıb. Bölgə TV xəbər verir ki, Yasamal rayonunda Elmlər Akademiyası metro stansiyasının çıxışında yerləşən Padşah restoranının fəaliyyəti təhlükəli hesab olunduğundan dayandırılmışdı. Qeyd edək ki, məsələ ilə bağlı cinayət işi də açılmışdı. Müəyyən edilmişdi ki, restoran bir mərtəbəli olan zaman qanunsuz olaraq dəmir konstruksiya ilə ikinci mərtəbə inşa edilib. Bu zaman Fövqəladə Hallar Nazirliyindən müvafiq icazə alınmayıb və ikinci mərtəbə tikinti normalarına uyğun deyil, təhlükə yaradır. Bağlanana qədər restoranın ikinci mərtəbəsi bir xeyli müddət fəaliyyət göstərmişdi. Açılan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində obyektin sahibi 57 yaşlı Yusif adlı sahibkar dindirilən zaman deyib ki, əlavə mərtəbənin tikintisi Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılıbmış. Lakin Fövqəladə Hallar Nazirliyindən icazə alınmayıb. Məhkəmənin hökmü ilə Yusif Cinayət Məcəlləsinin 222-1.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə islah işləri cəzasına məhkum edilib. Hökmdə onun aylıq qazancının 20%-nin dövlət nəfinə tutulması nəzərdə tutulub. Artıq bir neçə gündür ki, Padşah restoranının fəaliyyəti yenidən bərpa olunub. Təhlükəli hesab olunan ikinci mərtəbədə isə söküntü işləri aparılmayıb. Rəna Rövşənqızı, BTV.